Sizin heç yeni yarmarkadan xəbəriniz var? Belə ki, Crescent Mall'un həyətində möhtəşəm bir yarmarka açılıb. Bugün elə oradaydım, isti-isti sizin üçün video hazırladım. Elə ilk girişdə gözümə sataşan Cafe Love City'nin stendi oldu. Burada çiyələyi, bananı istəsəniz sadə Belçika şokoladlı və yaxud da Dubay şokoladlı hazırlatdıra bilərsiniz. Tövsiyə edirəm elə Dubay şokoladlısını götürəsiz. Kadayıfı o qədər xırçıltılı idi ki, super idi. Yeyəndə şirniyyat komasına düşmürsüz, şəkəri tam qədərindədir. Bu arada bütün qiymətləri aşağıdan mütləq qeyd edəcəm. Növbəti sınadığımız şirniyyat isə bubble waffle idi. Bunu da istəsəniz sadə, istəsəniz əlavələr ilə sifariş edə bilərsiniz. Cafe Love City'ni ona görə bəyənirəm ki, buradan nəsə alsanız, onun təqdimatını şouya çevirirlər. Seyr etmək belə əyləncəli və çox iştah açıcı olur. Son olaraq isə toppuş pankeklərini sınadıq. Buranın sırf şokoladı bilsəniz necə ləzzətlidir. Bir sözlə mütləq dadmalısınız. Sınamadıq, amma gözəl magnoliyalar da satışda var. Ən maraqlı gələn isə balacalarımızın təqdimatında bu dondurma şousu oldu. İşçi heyəti də onlarla o qədər gözəl davranırdı ki, seyr eləmək belə lap ürəyimizi açdı.